Salam, planetimizin milyardlarla illik hekayəsinə xoş gəlmisiniz. Gəlin, bugün yaşadığımız bu mürəkkəb sistemin, yəni coğrafi təbəqənin necə yarandığını və zamanla necə dəyişdiyini birlikdə addım-addım kəşf edək. Bəs, heç düşündünüzmü, hər şey necə başladı? Bizi əhatə edən bu canlı dünyanın təməli necə qoyuldu? Bu sualın cavabını tapmaq üçün gəlin birlikdə təsəvvürümüzdə milyardlarla il geriyə, planetimizin o ilk odlu alovlu günlərinə səyahət edək. Əvvəlcə gəlin, əsas anlayışla tanış olaq. Coğrafi təbəqə. Təsəvvür edin, bu sadəcə bir yer deyil. Bu, sanki 4 fərqli aləmin bir-birinə qovuşduğu möhtəşəm bir səhnədir. Üzərində gəzdiyimiz daş təbəqəsi, yəni litosfer, içdiyimiz sular, yəni hidrosfer, nəfəs aldığımız hava, yəni atmosfer və təbii ki, bütün canlılar aləmi, yəni biosfer. Bax, bütün bunların kəsişdiyi o təxminən 50-55 kilometrlik təbəqədə bildiyimiz bütün həyat baş verir. Planetimizin bu inanılmaz hekayəsi sanki 3 böyük pərdəli bir tamaşaya bənzəyir. Amma bu pərdələrin uzunluğuna bir baxın, aradakı fərq inanılmazdır. Birincisi, tam 3 milyard il davam edən, həyatın demək olar ki olmadığı, bioenergiya qədər ki mərhələ. Sonra 580 milyon il çəkən və həyatın nəhayət səhnəyə çıxdığı bioenerg mərhələ. Və nəhayət, bizim də içində olduğumuz, planetin ömrü üçün bir göz qırpımı sayılan cəmi 40 min illik müasir mərhələ. İndi isə gəlin bu hekayənin ən birinci və ən uzun fəslinə baş vuraq. Bu, yer kürəsinin tamamilə fərqli, qaynar, xaotik və demək olar ki, cansız bir yer olduğu dövr idi. O dövrü bir anlıq gözümüzün önündə canlandıraq. Gökyüzü bugünkü kimi mavi değildi, çünki atmosferdə demək olar ki, sərbəst oksigen yox idi. Amma hər yer karbon qazı ilə dolu idi. Bəs həyat? Həyat yalnız okeanların dərinliklərində gizlənən, primitiv, tək hüceyrəli orqanizmlərdən ibarət idi və planetin gələcəyinə hələ ki heç bir təsiri yox idi. Amma bilin ki, məhz bu xaotik şəraitdə gələcək qitələrin ilk təməldaşları, yəni ən qədim platformalar formalaşırdı. Və sonra, hər şeyi dəyişdirən o böyük an gəldi. Biogen mərhələ başladı. Artıq bu, sadəcə geologiyanın deyil, həm də biologiyanın, yəni həyatın özünün planetin taleyini əlinə aldığı bir dövr idi. Baxın, bu iki dünya arasındakı fərq əslində həyatın gətirdiyi inqilabı göstərir. Solda cansız, səssiz bir dünya, sağda isə canlıların nəfəsi ilə tamamilə dəyişən bir planet. İlk bitkilər atmosferi sanki yenidən formatladı, onu oksigenlə zənginləşdirdi. Bu isə daha mürəkkəb canlıların yaranması üçün qapını taybatay açdı. Həyat artıq bu planetdə sadəcə bir qonaq deyildi, o planetin yeni memarına çevrilmişdi. Yaxşı, bəs bu möhtəşəm çevriliş necə baş verdi? Hər şey bitkilərin atmosferi dəyişməsi ilə başladı. Sonra okeanlardan quruya cəsarətli bir addım atıldı. Əvvəlcə balıqlar, sonra amfibiyalar, daha sonra isə bütün quruya hakim olan sürünənlər. Ardınca səma və yer, məməlilər və quşlarla doldu. Həyat planeti sözün əsl mənasında feyt etmişdi. Və bütün bu milyonlarla illik epik hekayənin sanki ən son saniyələrində səhnəyə insan çıxdı. Və bu, bizi hekayənin 3-cü pərdəsinə, yəni bizim hekayəmizə gətirir. Bu, artıq geoloji qüvvələrin və ya təbii təkamülün deyil, tək bir canlının, insanın, planetin əsas dəyişdirici qüvvəsinə çevrildiyi tamamilə yeni bir eradır. Bu rəqəm üzərində bir anlıq düşünək. 40 min il. Milyardlarla, 100 milyonlarla illik mərhələlərdən sonra gələn bu qısacıq dövr, planetin bütün tarixində sadəcə bir göz qırpımıdır. Amma bu göz qırpımında baş verən dəyişikliklərin miqyası həqiqətən də inanılmazdır. Deməli, müasir mərhələnin başlanğıcı məhz bizim növümüzün Homo sapiensin, yəni ağıllı insanın yaranması ilə bağlıdır. Niyə? Çünki bu andan etibarən planetin inkişafına tamamilə yeni bir amil qoşulur. Təkcə instinktlərlə yox, həm də planlarla, texnologiya ilə şuurlu şəkildə ətrafı dəyişdirmək bacarığı. Bu qısa müddətdə insanın fəaliyyəti əkinçilikdən tutmuş sənaye inqilabına qədər coğrafi təbəqəni əvvəlki milyon illərin heç birində görülməmiş bir sürətlə dəyişdirdi. Meşələr tarlalara, çaylar su anbarlarına, yerin altı isə mədənlərə çevrildi. Lakin bu böyük transformasiya təəssüf ki, özü ilə birlikdə kölgəsini də gətirdi. Yeni və qlobal ekoloji problemlər.
Yaxşı, bura qədər 3 böyük mərhələdən danışdıq. Bəs bütün bu dəyişiklikləri qitələrin hərəkətindən tutmuş, həyatın yaranmasına və insanın fəaliyyətinə qədər hərəkətə gətirən əsas mühərrik nədir? Bu fasiləsiz inkişafın arxasında dayanan fundamental qüvvələr hansılardır? Əslində hər şeyin mərkəzində iki nəhəng enerji mənbəyi durur. Biri uzaqdan, kosmosdan gəlir, bu iqlimi, su dovranını və yer üzündəki bütün həyatı qidalandıran günəş enerjisidir. Digəri isə elə ayaqlarımızın altından, planetin odlu ürəyindən gəlir. Bu, vulkanları püskürdən, dağları yaradan və qitələri hərəkət etdirən daxili enerjidir. Planetimiz bu iki nəhəng qüvvənin daimi rəqsi və tarazlığı sayəsində yaşayır və dəyişir. Bu iki enerji mənbəyi isə təbiətin əbədi mühərrikini, yəni maddələr dövranını işə salır. Təsəvvür edin. Bir damla suyun buluda, sonra yağışa, oradan çaya və nəhayət yenidən okeana qayıtması kimi təbiətdə heç nə itib batmır. Hər şey, hava, üzvü maddələr, hətta ən möhkəm dağ süxurları belə daima bir formadan digərinə keçərək dövr edir. Coğrafi təbəqənin özünü daima yeniləməsinin sirri məhz bu fasiləsiz dövrandadır. Beləliklə, planetimizin milyardlarla illik hekayəsinə qısa, amma olduqca məzmunlu bir səyahət etdik. Cansız bir aləmdən başlayıb, həyatın möcüzəvi yüksəlişinə və nəhayət bütün bu hekayəni dəyişdirən insanın səhnəyə çıxmasına şahid olduq. İndi isə qələm bizim əlimizdədir. Bu hekayənin növbəti fəslini yazmaq məsuliyyəti tamamilə bizim üzərimizdədir. Görəsən o fəsildə nələr olacaq? Bu, artıq bizim verəcəyimiz qərarlardan asılıdır.